Şuşa şəhərində 1-ci İslam Dünyası Mədəniyyət Forumu keçirilir. Forumun məqsədi postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsidir. Burada rəsmi şəxslər, beynəlxalq ekspertlər, eyni zamanda mədəni irsin qorunması sayəsində çalışan mütəxəssislər iştirak edirlər. İslam Dünyasının Elm Təhsil və Mədəniyyət Təşkilatı İSESCO tərəfindən 2024-cü ildə Azərbaycan Mədəniyyət Paytaxtı Şuşa şəhəri İslam Dünyasının mədəniyyət paytaxtı elan edilmişdir və bu gün də əslində bu ilin bağlanış mərasimi təşkil olunacaq. Lakin bağlanışla yanaşı həmçinin bugün ilk dəfə olaraq İslam Dünyasının Mədəniyyət Forumu keçiriləcəkdir. Bildiyiniz kimi Cənab Prezidentin imzaladığı müvafiq sərəncama əsasən Şuşa İslam Dünyasının Mədəniyyət Paytaxtı çərçivəsində tədbirlər planı tərtib edilmişdir və bu tədbirlər planında tədbirlərdən biri də məhz elə İslam Dünyası Mədəniyyət Paytaxtında İslam Dünyasının Mədəniyyət Forumunun keçirilməsidir. İlk dəfə keçirilən bu forum çərçivəsində həm diplomatik korpusu nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər post-münaqişə dövründə mədəniyyətin dirçəldilməsi mövzusuna toxunacaqlar. Eyni zamanda münaqişələrdə mədəni abidələr, mədəni mülkiyyətin mühafizəsi məsələləri müzakirə ediləcəkdir. Bu məsələnin təbii ki, ölkəmiz üçün xüsusi əhəmiyyətini nəzərə alaraq eyni zamanda Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilməsindən sonra aparılan iri miqyaslı və sürətli yenidən qurma bərpa işlərini nəzərə alaraq, Azərbaycan müsaadəçi təcrübəsini nəzərə alaraq beynəlxalq təşkilat tərəfindən bu mövzuda ilk forumun keçirilməsinə isti yanaşılmışdır və bugün də gördüyünüz kimi İSESCO üzv olan dövlətlərin əksəriyyətinin həm mütəxəssisləri, həm nümayəndələri, hökumət nümayəndələri, diplomatik korpusun nümayəndələri bu tədbirdə iştirak edəcəklər.